Dekabrın 25-dən Bakı şəhəri üzrə Bakıbus MMC-yə məxsus bütün avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də Apple Pay və Google Pay vasitəsilə nağdsız ödəniş mexanizmi tam şəkildə aktivləşdirilib. Yeniavaz.com xəbər verir ki, bu barədə ayına məlumat yayıb. Bildirilib ki, yeni sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biri ardıcıl ödəniş imkanlarının genişləndirilməsidir. Stat: hazırda sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yə artırılıb. Bu imkan NFC layihəsinin ilkin mərhələsində təqdim edilir. İlkin mərhələnin nəticələrinə əsasən gələcəkdə ardıcıl ödəniş əməliyyatlarının sayının artırılması planlaşdırılır. Yeni sistem sərnişinlərə əlavə üstünlüklər təqdim edir. Artıq nağd pul və fiziki Bakı kartının daşınmasına ehtiyac qalmır. Telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq kifayətdir. Ödəniş dərhal tanınır və əməliyyat tamamlanır. Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli yerli bank kartları, həmçinin smartfon və fiziki kartdan istifadə etməlidirlər. Layihənin pilot mərhələsi dekabrın 20-sində ilk olaraq 500 nömrəli marşrut xəttində tətbiq edilib. NFC ödəniş texnologiyasının digər daşıyıcı operatorların marşrutları üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulub. Statın sonu.